Könlünüzdən fəsəli keçirsə, sacınız yoxdursa, dərd etməyin. Mənim kimi tavada, qazın üzərində hazırlayın, nuş eləyin. Xəmir yoğurmaq üçün 4 stəkan undan istifadə elədim. 1 çay qaşığı duz, stəkan yarım ilıq su. Qarışdırdım, ələ yapışmayan yumuşaq xəmir yoğurdum. Xəmirin üzərini örtdüm, bir kənarda gözləsin. Bu arada yuxaları yağlamaq üçün kərə yağını tavaya əlavə edib əritdim. Xəmiri kündələdim, un səpib hər birini nazik şəkildə yaydım. Hazır olan yuxaların arasını kərə yağı ilə yağlayıb, kənarlarını xəmirin qatlayıb, bir xəmiri 2 hissəyə böldüm. Nazik sevdiyimə görə rulet şəklində büküb, bir-bir hər birini yaydım. Öncədən isidilmiş bilinçik tavasında hər iki üzünü qızarana kimi fəsəlini bişirdim. Soymadan isti-isti bol kərə yağı ilə yağladım. İnanın ki, bişərkən ətri evi bürümüşdü. İçərisi tel-tel, üzəri xırçıltılı fəsəlimiz hazırdır.